Okey, gəlin başlayaq. Deməli, uşaqlar, ingilis dilində bugün cümlə quruluşunu öyrənəcəyik. Ümumiyyətlə, gözünüzü qorxutmayın, çünki ingilis dilində cümlə qurmaq Azərbaycan dilindən qat-qat asandır. Prosta bəzi məqamlar var, hansı ki, onları bilsəz, ondan sonra heç bir problem qalmayacaq. Gəlin başlıqdan yazaq. Yazaq buradan. Making up sentences in English. Deməli, uşaqlar, birinci qaydamız nədir? Birinci qaydamız ümumiyyətlə ingilis dilində söz sırası necə olur? İngilis dilində cümlə necə qurulur? Mən bir dənə qısa şəkildə buna swap deyirəm. Swap nə deməkdir? Swap da odur ki, as subject-dir. Yəni mübtədamız. Birinci gəlir mübtəda. Bu bildiyimiz kimi verb, yəni xəbərimiz. O object, yəni bizim tamamlığımız. Sonra P hərfi place, yer zərfimiz. T isə time'dır, yəni zaman zərfimiz. Ümumiyyətcə, yadınızda saxlayın ki, ingilis dilində dümdüz, sadə cümlə quruluşu birinci həmişə gəlir mübtəda, mübtədadan sonra gəlir xəbər, xəbərdən sonra gəlir tamamlıq, sonra gəlir yer zərfi, ondan sonra gəlir zaman zərfi. İndi bir dənə cümlənin üstündə yazaq. Tutaq ki, deyirəm ki, mən hər gün evdə yemək bişirirəm. İndi bu cümlənin mübtədası ilə xəbərini tapıram birinci. Mübtəda nə oldu? Mən. Deyirəm ki, xəbər kimi mən nə işlətdim? Mən bişirirəm. I cook. Sonra dedim ki, mən evdə hər gün yemək bişirirəm. Mənim tamamlığım nədir? Yemək bişirirəm. Yeməyi bişirirəm, yəni. I cook meal. Harda bişirirəm? Evdə. Olacaq. Home. Birinci bildiyimiz sözləri yazaq. Hər gün bişirirəm, olacaq every day. Mən dümdüz bildiyim sözlərin hamısını yazdım, düzdür. Amma bu cümlədə nəsə çatmır. Yazmışam ki, mən hər gün yemək ev. Bu cümlənin nəyi çatmır? Dadəsi çatmır. Deməli, nə olacaq burada? At home. I cook meal at home every day. Baxın, birinci gəldi mübtəda, ikinci gəldi xəbər, üçüncü gəldi tamamlıq, at home bizim oldu yer zərfimiz, every day oldu bizim zaman zərfimiz. Bu oldu ingilis dilində sadə cümlə quruluşu. Sadə cümlə quruluşunun söz sırası bu şəkildə olacaq. Və yaxud da gəlin bir dənə də example yazaq. Deyirəm ki, o həftədə 2 dəfə ingilis dili dərslərinə, daha doğrusu o həftədə 2 dəfə kursda ingilis dili dərslərinə qoşulur. Mənim cümləmin mübtədası nə oldu? O. Tutaq ki, she, he olar. O qoşulur. Qoşulur necə deyirik uşaqlar? Joins tutaq ki. O qoşulur. Nəyə qoşulur? Mənim cümləmin tamamlığı nə oldu? İngilis dili dərslərinə qoşulur. Olacaq English lessons. Harda qoşulur? Mən sizə yer zərfi kimi nə dedim? Kursda qoşulur. Olacaq at course. Sonra dedim ki, həftədə 2 dəfə. Yoldaşlar, ingilis dilində həftədə 2 dəfə olur. Twice a week. Həftədə 2 dəfə, həftədə 1 dəfə və yaxud ayda 1 dəfə, ayda 2 dəfə twice ilə işlənir. Olacaq, she oldu mənim cümləmin mübtədası, joins oldu mənim xəbərim, English lessons oldu mənim tamamlığım, at course oldu mənim yer zərfim, twice a week oldu mənim zaman zərfim. Bu oldu sadə, dümdüz ingilis dilində cümlə quruluşu. Bura kimi hamıya aydındır. Sadə cümlə quruluşu necə olur ingilis dilində? Okeydir bura kimi? Aydındır mənim. Tamam. Gəlin keçək ikinci qaydaya. Biz birinci dedik ki, bayaq dedik ki, birinci cümləmiz mübtəda ilə başlayır, sonra dalıca xəbər gəlir. Amma bəzi cümlələr var ki, mən birbaşa canlı şəxs bildirən və yaxud cansız bildirən bir şeylə başlamıram. O hansı cümlədir? O olacaq zeri zera ifadəsi. Əslində bunu hamımız bilirik. Məncə quantifier'də də keçmişdik. Zeri zera ifadəsində cümlənin mübtədası xəbəri ilə ikisi bir yerdə bulardı. Tutaq ki, deyirəm ki, həyətimizdə çoxlu güllər var. Vardır deyəndə, var deyəndə. Olur zeri zera.
Çoxlu güllər deyirəmsə, mən deməli nəyi götürəcəm? Zeranı götürəcəm. Olacaq. There are, nə var dedim? Çoxlu güllər. Many flowers. Həyətimizdə dedim. Həyətimiz nədir? Our yarddır, düzdür? Our yard. Amma burada mən həyətimiz var deyirəm. Həyətimizdə necə deyəcəyik? In our yard. Həyətin içində olduğuna görə olacaq in. Prepositionları inşallah bu cümlə quruluşundan sonra etap-etap sizə verəcəm, öyrənərsiniz. Onda heç bir problemimiz qalmayacaq. Və yaxud da deyirəm ki, divarda şəkil var. Necə olacaq? There is a picture. Şəkil var. Dedim divarda, düzdür. Divar nədir? Wall. Bəs divarda deyəndə necə olacaq? Əgər yoldaşlar, yadınızda 10 olacaq, bəli. Yadınızda saxlayın ki, əgər təmas varsa 10 olur, yoxdursa above olur. İndi fərqini deyəcəm. Deyirəm ki, divarın daha doğrusu qapının üstündə saat var. There is a clock. Qapının üstündə də axı, qapının üstünə yapışmayıb da, təması yoxdur. Onda necə olacaq? Above the door olacaq. Above the door. Buradan qıraqdan qeyd kimi yazıram. Buradan yazaq qeyd. Mən yazdıqda siz də qeyd edin özünüzdə. Yazırıq ki, təmas varsa 10, yoxdursa above olacaq. Yoxdursa above. Bu qeydi özünüzdə qeyd edin. Təmas varsa 10, yoxdursa above olacaq. Bax, divarda olanda saat divara, daha doğrusu şəkil divara yapışıb da, düzdür. Şəkillə divarın arasında təmas var. Amma saat qapının üstündədir deyirsənsə, üstündə dayanıb, amma qapıya toxunmur. Onda demək olacaq above. Bu da oldu above-la onun fərqi. Sonra yoldaşlar, 3-cü qayda kimi hələ ki bildiyimiz şeylərlə gedək. Biz dedik ki, var deyəndə there is are ifadəsini işlədəcəyik. Bəs malik olmaq deyəndə onda olacaq to have. To have feilində malik olmaq kimi işlədəcəyik. Bu daha çox canlılara aid olunur. Malik olmaq. Tutaq ki, deyirəm ki, mənim qardaşımın velosipedi var. Necə deyəcəyik? My brother, mənim qardaşımın var. Cümlənin xəbəri nədir? Have-dir, düzdür. 3-cü şəxsdə have çevrilib nə olacaq? Has. Nəyi var? Velosipedi var. A bicycle. Всё. Oldu cümlə. Hələ ki, sadə cümlələrin quruluşuna baxırıq. Və yaxud da deyirəm ki, bayaq ki, above bir dənə misal çəkək. Onun biləyinin üstündə tatu var. Yazaq ki, she has a tattoo. Təmas yoxdur. Sadəcə biləyinin üstündədir. Onda necə olacaq? Təmas yoxdursa above her wrist. Biləkdəki wristdir. Əgər bilmirsə, buradan yazaq. Deməli dedik ki, var deyəndə there is there ifadəsini işlədəcəyik. Malik olmaq deyəndə, canlılara aid eləyəndə to have ifadəsini işlədəcəyik. Sonra yoldaşlar, gəlin keçək 4-cü qaydamıza. 4-cü qaydamız əslində burada baxdığımız 1-ci qayda ilə oxşardır. Hansı ki, dedik ki, birinci mübtəda gəlir, sonra xəbər gəlir, ondan sonra tamamlıq gəlir. İndi biz bu ardıcılığa baxacağıq. Mübtəda, xəbər, tamamlıq. Amma 2 cür tamamlığımız olacaq. Tamamlığın birinci gələni olacaq direct, birbaşa tamamlıq. Hansı ki, Azərbaycan dilində bilmirəm, yadınızda qalıb yoxsa yox, müəyyən tamamlıq var idi, bir də qeyri-müəyyən tamamlıq var idi. Müəyyən tamamlıq nəyi sualına cavab verirdi? Birbaşa tamamlığın orijinal sualı nəyi sualına cavab verirdi? Amma nəyə? Bu kimi suallara cavab verəndə olurdu birbaşa olmayan, yəni qeyri-müəyyən tamamlıq. İkinci gələn tamamlığımız, buradan yazaq, ikinci tamamlıq indirect olacaq. Yəni birbaşa olmayan. O nə deməkdir uşaqlar? Tutaq ki, deyirəm ki, Mary gözəl paltar aldı, gözəl libas aldı. Mary aldı. Cümləmin xəbəri nədir? Bought. Keçmiş zamanda deyirəm axı. Mary aldı. Nəyi aldı? Gözəl paltarı. Oldu bu bizim tamamlığımız. A beautiful dress. Bu arada uşaqlar, burada beautiful mənim tamamlığımın təyinidir. Bunu yadınızda saxlayın. Tamamlığın təyini həmişə özündən əvvəl gəlir. A beautiful dress. Bu a beautiful dress ikisi bir yerdə oldu mənim direct tamamlığım. Yəni birbaşa tamamlıq. Çünki hansı suala cavab verir? Nəyi sualına cavab verir? Amma indi deyirəm ki,
Mary gözəl paltar aldı anasına. Kimə aldı? Anasına. Anası deyəndə Mary'nin anası olur Hermione, düzdür? Hermione onun anasıdır. Bəs necə deyim? Anasına aldı. AR. Preposition olarak bura bir dənə yazacağım to. To Hermione'de oldu. Cümlənin indirect tamamlığı. Yəni birbaşa olmayan tamamlığı. Sonra gəlin bir dənə də cümlə yazaq ki, daha yaxşı aydın olsun. Tutaq ki, deyirəm ki, mən kitablarımı götürdüm. Cümləmin mübtədası nə oldu? I götürdüm və yaxud da götürürəm. Olacaq I take. Nəyimi? Kitablarımı. Cümləmin tamamlığı oldu. My books. Mən götürdüm kitablarımı. Bu oldu direct tamamlığın, birbaşa yəni orijinal tamamlığın özü. Deyirəm ki, mən kitablarımı sumkamdan götürdüm. Hardan? Mənim sumkam olacaq. My bag. Amma bu my bag'ın qarşısında nə çatmır? Sumkamdan. Dandəni necə deyəcəm? From. Görürsünüz ki, cümlədə həmişə prepositionlar önəmli rol oynayır. From my bag-də cümlənin indirect tamamlığı oldu. Yəni birbaşa olmayan. Bunları belə termin kimi yadınızda saxlamaya da bilərsiniz. Prosta ki, mən sizə açıqlamasından başa salıram ki, biləsiniz onlar hardan gəliblər. Bura kimi hamıya aydındır. Aydındır. Bəli. Okey. Gəlin bir dənə də cümlə yazaq. Hansı ki, cümlədə bir dənə təyinimiz də olsun. Çünki bayaq təyinə toxunmamışıq. Tutaq ki, deyirəm ki, eyni cümlə quruluşu ilə gedirəm. Leyla hər gün kitabxanada maraqlı kitab oxuyur. Necə yazacağıq? Cümləmin mübtədası oldu Leyla. Cümləmin xəbəri nədir? Leyla oxuyur hər gün. Adət halını almış hərəkət olduğuna görə indiki sadə zamandadır. Olacaq Leyla reads. Cümləmin tamamlığı nədir? Maraqlı kitabı oxuyur. Mən də bayaq sizə qeyd elədim ki, təyin harda gəlir? Tamamlıqdan əvvəl gəlir. Maraqlı kitabı oxuyursa necə deyəcəm? An interesting book. Biz də bayaq qeyd elədik ki, birinci yer zərfi, ondan sonra zaman zərfi gələcək. Yer zərfim nədir? Kitabxanada. Kitabxananın içində oluruq deyə olacaq in the library. Və mənim zaman zərfim nə oldu? Hər gün oxuyur. Olacaq every day. Bu da oldu sadə cümlə. Deməli, cümləmizin mübtədası oldu Leyla, mübtəda. Reads oldu cümlənin xəbəri. Interesting tamamlığımın təyinidir. Bu təyin oldu. Bu tamamlıq oldu. In the library oldu mənim yer zərfim. Everyday oldu mənim zaman zərfim. Bu oldu dümdüz cümlə quruluşu. Ondan sonra yoldaşlar, gəlin bir dənə də məqama toxunaq. Mən istəyirəm ki, bu cümlənin mübtədasını canlı şəxs kimi yox, başqa şəkildə yazaq. Yazıram ki, deyək ki, hər gün kitabxanada maraqlı kitab oxumaq Leylanın hobbisidir. İndi mənim cümləmin mübtədası nə oldu? Kitabxanada hər gün maraqlı kitab oxumaq. Mən bunu necə mübtəda eləyim? Yazıram ki, reading, eğer ki cümlənin ayağını gətirirəm başına. Olacaq reading a book və yaxud da reading an interesting book olduğu kimi yazaq. Reading an interesting book in the library. Baxın yoldaşlar, bura kimi, bura kimi. Cümlənin mübtədasıdır. Reading an interesting book in the library. Sonra deyirəm ki, Leylanın hobbisidir. Yadınızda saxlayın ki, dırdır olanda to be'nin formalarından istifadə edirsiniz. Biz də to be'ni necə təsnif edirik? İndiki sadə zamanda əmizar şəklində, düzdür? Və əgər siz cümləni məstər tərkibli yazmısınızsa, məsələn, burada reading məstərdir də. Məstər tərkibdə yazmısınızsa, xəbərimiz həmişə təkdə olacaq. Reading an interesting book in the library is Leylanın hobbisi. Biz də bilirik ki, ingilis dilində canlı şəxsin yəliyin düzəldəndə apostrof S-dən istifadə edirik. Necə olacaq? Leyla apostrof S hobby. Bu da oldu məstər tərkibində mübtəda. Reading an interesting book in the library is Leyla's hobby. Is oldu cümlənin xəbəri. Is Leyla's hobby, daha doğrusu cümlənin xəbəri oldu. Birbaşa oldu. Elə ki, ismi xəbər oldu burada cümlə.
Okey, bundan sonra toxunacağımız məqam hansıdır? Gəlin bir dənə də. Bir dənə buranı sileyim. Harda aydın olmayan nə oldusa, kəsin soruşun mütləq. Çünki cümlə quruluşunu bilmək önəmlidir. Esse keçəcəyik inşallah. Onda görəsiniz ki, nə qədər əl bizdən tutur bu öyrəndiklərimiz. Hələ ki, bura kimi bəsdir. Sonra yoldaşlar, baxın. Bir yazıram ki, he drives. Bir də yazıram ki, he is. Niyə belə yazdım? Baxın, yadınızda saxlayın ki, əgər bu feili xəbərdirsə, he drives tutaq ki, düzdür. Feili xəbərdirsə, bundan sonra zərf də gələ bilər, tamamlıq da gələ bilər. Nə deməkdir? Zərf gəlsə, o sürür. Zərf həmişə nəyə aid olur? Xəbərə aid olur. Necə sürür? Tutaq ki, yavaş sürür. He drives slowly. Oldu zərf. He drives'dan sonra tamamlıq da yaza bilərəm. O sürür. Nəyi? Tutaq ki, maşını sürür. He drives a car. Amma yadınızda saxlayın ki, he is'dən sonra heç vaxt zərf də yaza bilməzsiniz, tamamlıq da yaza bilməzsiniz. He is'dən sonra həmişə ismi xəbər gələcək. Tutaq ki, deyirəm ki, o çalışqan tələbədir. He is a diligent student. O çalışqan tələbədir, düzdür? Bu oldu ismi xəbər. Cümləni biraz uzadaq. O çalışqan tələbədir bizim sinfimizdə. Bizim sinfimizdə necə olacaq? In our class. Всё. Bu da he drives'la he is'in fərqi. Burada tək drives olmaya da bilər. Yəni başqa xəbər də ola bilər. Prosta ki, mən sizə sadəcə onu nümunə verdim ki, əgər feili xəbərdirsə, özündən sonra zərf və tamamlıq gələcək. Əgər ismi xəbərdirsə, özündən sonra, daha doğrusu, he is şəklindədirsə, özündən sonra ismi xəbər gələcək. A diligent student ismi birləşmədir, ismi xəbərdir. Ya, bu da oldu he drives'la he is'in fərqi. Və yaxud da gəlin bir dənə də keçmiş zamana aid nümunə verək. Tutaq ki, deyirəm ki, o keçən həftə muzeyə ziyarət elədi. Tutaq ki, yazıram ki, keçən həftə sonu və yaxud da she visited oldu cümlənin xəbəri. She mübtəda. Visited xəbərim. Haranı ziyarət elədi? Təyin olaraq necə yazacağıq? Muzeyə ziyarət elədi. She visited to the museum. Keçən həftə sonu. Keçən deyəndə, ötən deyəndə necə deyirdik? Last weekend. Всё, bu da oldu zaman zərfimiz. To the museum oldu yer zərfimiz. Bayaq saçdım, tamamlıq dedim. Last weekend oldu zaman zərfimiz. Yəni cümlədə tamamlıq olmasa da olar. Əsas odur ki, cümlənin quruluşuna düzgün şəkildə riayət edək. Bura kimi problem olan varmı? Hamıya aydındır bura kimi cümlə quruluşu necə olmalıdır? Aydındır mənim. Okey, onsuz sizə evə hardasa bir 20 dənə cümlə verəcəm, tərcümə edəcək sözünüz. Keçdiyimiz bütün quruluşlara aid cümlə verəcəm. Görüm oturub sizə. Çünki cümlə qurmağı bilməsəz, esse yaza bilməzsiniz. Uşaqların ən böyük probleminin birincisi essedə cümlə qurmaqdır, ikincisi də ideya. İdeya tapa bilmirlər ki, esse yazsınlar. İdeya da sizin özünüzün problemidir, çünki orada dünya görüşü rol oynayır daha çox. Okey. Sonra uşaqlar, bir dənə də nümunə verəcəm sizə. Tutaq ki, deyirəm ki, o kofe içməyi sevir. Deyirəm ki, she likes içməyi sevir. To drink a coffee. O kofe içməyi sevir. Burada bunu niyə yazdım? Ona görə yazdım ki, buradakı drink'i drinking də yaza bilərsiniz, ing-li də yaza bilərsiniz. İkisi də magmək məsdər tərkibinə gəlir, çıxır. Gəlib ki, parafraz edirsiniz cümləni, tutaq ki, cümlədə sizə veriblər she likes to drink a coffee. Parafraz eləməyə ağlıva heç nə gəlmir. Götür bu drink'i, dəyiş, drinking yaz olsun parafraz. Parafraz da o deməkdir ki, inşallah esseni keçəndə birinci qaydamız o olacaq. Parafraz o deməkdir ki, cümlənin, quruluşun, mənasını eyni saxlayırsınız. Hər hansısa bir sözü ya sinonim ilə əvəz edə bilirsən, ya da ki, cümlədəki sözün quruluşunu dəyişirsən, olur parafraz. Məsələn, mən buradakı drinkin quruluşunu dəyişdim, drinking elədim, cümləni parafraz elədim. İndi bəs necə deyə bilərəm ki, kofe mənim favori içkilərimdən biridir.
Biridir deyəndə uşaqlar bu şəkildə yazacaqsınız. Baxın, coffee is one of. Əgər mənim favorilərimdən biridir demək istəyirsə, olur one of. One of my favorite drink. Həmişə biridir, biri deyəndə olacaq one of. Bu da oldu ikinci yox, bilmirəm neçənci qaydamız. Bundan sonra nəyə keçəcəyik? Mən bundan sonra istəyirəm ki, sizə nisbə vəziklərin üstündə cümlə quruluşunu başa salım. Hansı ki, mürəkkəb cümlə dediyimiz odur. Essedə də ən qəşəng balı onlara verirlər, mürəkkəb cümlələrə. Çünki essedə götürüb belə dümdüz hamısını sadə cümlə yazsaz, çox az bal verəcəklər. Onlar baxmaq istəyirlər ki, görün bunların cümlə qurmaqdan, mürəkkəb cümlə qurmaqdan başı çıxır, yoxsa yox. İndi yazıram ki, tutaq ki, Leyla çalışqan müəllimdir. Dırdır deyəndə necə eləyirdik? To be-nin formalarından istifadə eləyirdik, düzdür? Oy. Okey. Deyirəm ki, Leyla çalışqan müəllimdir. Buradan yazaq 1. Leyla çalışqan necə deyək? Is a hardworking teacher. Çünki bayaq dedik axı is qoyanda özündən sonra ismi xəbər gəlməlidir. Leyla is a hardworking teacher. İstəyirəm ki, bu cümləni biraz uzadım və mürəkkəbləşdirim. Deyək ki, Leyla çalışqan müəllimdir. Kim ki, topikləri aydın şəkildə izah edir. Necə deyə bilərik kim ki? Olacaq who, cümləni bax bir-birinə bu who bağlayacaq. Olacaq mürəkkəb cümlə. Who kim ki deməkdir burada. Kim ki, bundan sonra who mübtəda olmuş sayılır. İzah edir. Necə deyəcəm? Who explains the topics clearly. Oldu mürəkkəb cümlə. Elə ki, bilsiz nədir bu? Fe'li sifət tərkibidir. Leyla topikləri aydın izah edən çalışqan müəllimdir. Tərcüməni belə deyə bilərik. Deməli, kim ki deyəndə nədən istifadə edəcəyik? Who'dan. Və buradakı who'nun sual əvəzliyi who ilə heç bir əlaqəsi yoxdur. Bu iki dənə cümləni bir-birinə bağlayan bir bağlayıcıdır. İstəyirəm ki, bu cümləni biraz da uzadım və yazaq ki, və həmişə dərslərə hazır olur. Necə deyəcəyik? And həmişə hazır olur. Is always prepared. Hazırlıqlı olur. Dərslər üçün necə olacaq? For the classes. For the classes. Bu oldu mənim mürəkkəb cümləm. Hansı mürəkkəb cümləmiz? Mübtəda budaq cümləsi oldu bu. Çünki biz özündən əvvəl gələn həmin bu xəbərə, ismi xəbəri uzatdıq, onun təyinini yazdıq. Explains the topics clearly həmin bu teacher'ın təyinidir. Sonra gəlin bir dənəsində cansız aid eləyək. Tutaq ki, deyək ki, cansıza necə aid eləyək. Deyək ki, mənim dostumun mehriban tutuquşusu var. Necə deyəcəyik? Var deyəndə nədən istifadə edirdik? Have-dən, has-dən. Mənim dostumun var. Necə olacaq? My friend has mehriban. A friendly tutuquşu da nədir? Parrot. A friendly parrot. Burada parrot cansız olduğuna görə özündən sonra təyinici kimi which gələcək. Which hansı ki həmişə danışır tutaq ki. Necə olacaq? Which always talks. Bu da oldu bir dənə mürəkkəb cümləmiz. Mənim dostumun mehriban tutuquşusu var. Hansı ki həmişə danışır. Bu which da oldu hansı ki. Which'i həmişə aid eləyəcəyik nəyə? Cansızlara. İngilis dilində heyvanları cansız kimi götürürlər. Ona görə which olur. Ondan sonra gəlin bir dənəsində yerə aid yazaq. Tutaq ki, deyirəm ki, onun bacısı balaca ofisdə işləyir. Cümləmin mübtədası nə oldu? His sister, onun bacısı işləyir. Necə olacaq? Works, onun bacısı işləyir. Harda işləyir? Balaca ofisdə. Ofisin içində olduğuna görə olacaq in a small office. In a small office.
Tutaq ki, deyək ki, hardakı hər kəs mehribandır. Hardakı deyəndə necə deyəcəyik? Where, çünki yer bildirən sözdür. Where hər kəs mehribandır. Hər kəs olacaq everyone. Çox mehribandır. Is very kind. Şiya. Bu da oldu yer bildirən sözümüzün uzun şəkildə mürəkkəb cümləsi. Bu da olacaq hardakı. Bura kimi aydındır mı uşaqlar? Aydındır. Aydındır müəllim. Dəqiq, hamıya aydındır. Okey. İndi gəlin başqa cür yazaq. Tutaq ki, cümlənin əvvəlində yazıram ki, students. Tələbələr. Demək istəyirəm ki, müntəzəm çalışan tələbələr. Tələbələr canlıdır, düzdür? Canlıdırsa mən bunun qarşısına yenə gətirib yazacağam. Who? Tələbələr. Kim ki çalışır müntəzəm. Necə olacaq? Who study, oxuyur və yaxud da. Müntəzəm də olacaq regularly. Baxın, bu who study regularly tələbələrin təyinidir. Tələbələrin təyini. Müntəzəm çalışan tələbələr. Yazaq ki, yaxşı nəticələr alır. Əldə edir, alır. Get, daha yaxşı nəticələr. Better results. Şu. Burada da baxın, bu tələbələrin təyin etisi oldu. Who study regularly. Cümləni əgər mürəkkəb yazmaq istəyirsə, çalışın ki, nisbə vəzliklərdən istifadə edərsiniz. Nisbə vəzliklərdə baxın, bu kurğa aldıqlarımdır. Who'dur, which'dir, where'dir. Bunlar nisbə vəzliklərdir. Bir də ki, uşaqlar, yadınızda saxlayın ki, getdən sonra ümumiyyətcə istənilən bir şey yazanda əldə eləmək olur. Get better results məsələn. Burada yazdığı get better results. Əldə etmək. Daha yaxşı nəticələr əldə etmək. Onsuz getin özü əldə eləmək deməkdir. Və yaxud da bir dənə də nümunə yazaq bu cümləyə aid. Əvvəldə yazıram ki, children. Avtomatik üzrə tutursunuz ki, children'dan sonra təyin edici kimi who gələcək. Uşaqlar kim ki yaxşı yatır tutaq ki. Children who sleep well. Yaxşı yatan uşaqlar. Baxın, bura kimi oldu children'ın təyin edicisi. Yaxşı yatan uşaqlar tutaq ki, gün ərzində daha yaxşı enerji alırlar. Deməli, əldə eləmək, almaq kimi nədən istifadə edəcəm? Get, daha yaxşı enerji, more energy, gün ərzində. Gün ərzində necə olacaq? During the day. Всё, bu da oldu digər nümunəmiz. Bundan sonra nə yazaq? Başqa hansı cümləyə keçək? Gəlin bir dənə də cümlə yazaq, başqa cürün. Yenə yadda salaq cümlə quruluşun. Tutaq ki, deyək ki, mənim məktəb avtobusum saat 7-dən əvvəl stansiyaya çatır. Necə yazacağıq? Cümlənin mübtədası nə oldu? My school bus. Cümlənin mübtədası. Mənim məktəb avtobusum çatır. Çatırı necə yazacağıq? Arrives. Hara çatır? Stansiyaya. Bura yazıram station, stansiya. Bəs stansiyaya necə deyim? At, station. Sonra gələcək zaman zərfim. Zaman zərfimiz nə oldu? Saat 7-dən əvvəl. Əvvəl nədir? Before 7 a.m. Şo, bu da oldu cümlə. Baxın, burada oldu. My school bus cümlənin mübtədası. Arrives oldu cümlənin xəbəri. At station oldu yer zərfi. Before 7 a.m. oldu cümlənin zaman zərfi. Şo, bu qədər sadə. Bundan sonra sizə nə qeyd edəcəyəm? Ümumiyyətlə, uşaqlar, ingilis dilində cümlə quruluşunun 46 dənə növü var. Təbii ki, bunun 46-sını keçməyəcəyik. 46-sını bəlkə də mən də bilmirəm. Amma hardasa bir 10-15 dənəsini bilsəz, esse-də qəşəng əlinizdən tutacaq. Bunun dalıyca bir dənə də qayda yadıma düşdü. Gəlin onu da yazaq. To-nun üçün mənasında işlənməyi necə olur? Bax, deyirəm ki, mən sağlam və aktiv qalmaq üçün su içirəm. Deyirəm ki, cümlənin birinci mübtədası nə oldu? Ay. Pozanda qalıb. Cümlənin mübtədası oldu ay. Mən içirəm. I drink. Nəyi içirəm? Suyu içirəm. I drink water. Suyu nə üçün içirəm? Sağlam və aktiv qalmaq üçün. Olacaq to stay, sağlam, healthy və aktiv.
And active. Tutaq ki, hər gün içirəm. Every day. Deməli, uşaqlar, burada yazdığım to hansı mənada oldu? Üçün mənasında oldu. Səbəb bildirdi. Mən sağlam və aktiv qalmaq üçün hər gün su içirəm. Gəlin bir dənəsini də yazaq. Tutaq ki, o ə, avtobusu tutmaq üçün erkəndən qalxır. Necə deyəcəyik? O qalxır. He, yuxudan oyanmaq necə deyirik? Wake up, düzdür? He wakes up. Erkəndən qalxır. Early. Üçünü necə dedik? To catch the bus. Avtobusu tutmaq üçün erkəndən qalxır. Burada da to'muz hansı mənada oldu? Üçün mənasında. Normalda biz to'nu magmək kimi bilirik. Cümlənin əvvəlinə to gəlirsə, deməli bu şeydir. Tutmaqdır, qalmaqdır. To həmişə magmək mənasını vermir. Deməli to'nun üçün mənası da var imiş. İndi bir dənə də cümlə yazaq. Hansı ki, cümləmizin mübtədası isim olmasın, məstər tərkibi olsun. Tutaq ki, deyək ki, müntəzəm idman eləmək sağlamlıq üçün yaxşıdır. Cümləmin mübtədası nə oldu? Müntəzəm idman etmək. Necə olacaq? To idman eləmək. Exercise müntəzəm idman eləmək. Regularly. Bu oldu cümləmin nəyi? Mübtədası. Deyirəm ki, indi müntəzəm idman eləmək sağlamlıq üçün yaxşıdır. Cümləmin xəbəri nədir? Yaxşıdır. Dırdırı necə deyirdik? Is. Yaxşı. Good. Sağlamlıq üçün yaxşıdır. Sənin sağlamlığın üçün. Üçün necə dedik? For your health. Pişiyon. Bu da oldu mübtədası isim olmayan bir cümlə. Bir dənəsini də yazaq. Başqa cür cümlə yazaq. Tutaq ki, hər gün danışıq praktika etmək dil öyrənənlər üçün kömək, necə deyək, yararlıdır. Cümləmin mübtədası nə oldu? Hər gün danışığı praktika etmək. Cümlənin axırını deyirəm, əvvəl yadımdan çıxır. Hər gün danışığı praktika etmək. Cümləmin mübtədası bu oldu. Deyirəm ki, to practice speaking. Danışıq praktik eləmək hər gün. Every day. Bu oldu cümləmizin nəyi? Mübtədası. Əlverişlidir, yaxşıdır, kömək edəndir. Necə yazaq? It's helpful. Dedik ki, dil öyrənənlər üçün, düzdür? Buradan yazıram, dil öyrənənləri necə deyirik? Language learners. Amma burada bizim nəyimiz çatmır yenə? Prepositionumuz üçlü necə dedik? For. Burada da for, burada da for. Pisiyon. Uşaqlar, bura kimi aydındır mı hamıya? Bu ilə forun fərqini mən anlamadım tam. Nə ilə nəyin fərqi? Bu ilə forun. To ilə Bunu forun harda fərqini işlədəcək, anlamadın. foru harda işlədəcək belə. Bax, gəl bunu necə deyim sənə. Burada Kənan sənsən danışan. Bəli, müəllim. Bax, burada cümlənin mübtədası məstər tərkibidir. Canlı bir şey deyil. Məstər tərkibi olanda sənin sağlamlığın üçün deyirəmsə, olur for your health. Sənin sağlamlığın üçün yaxşıdır idman etmək. Amma burada demişəm ki, he wakes up early. O erkəndən qalxdı. Burada onun nəsə məqsədi var. Əgər məqsədin varsa, nə isə eləmək üçün məqsədin varsa, onda olacaq to. Məqsəd varsa todur. Əgər yox məstər tərkibidirsə və özündən sonra bir birləşmə varsa, onda for olur. Başa düşdün fərqin? Bax, burada da birləşmə var. Language learners, bu birləşmədir. For language learners, dil öyrənənlər üçün və yaxud sənin sağlamlığın üçün. Amma burada müəyyən bir məqsədi var ki, avtobusu tutsun ki, işə gecikməsin, tutaq ki. Onda olacaq to. Müəyyən bir məqsəd varsa to, nə isə üçün deyirəmsə for olur. Bildim, müəllim. Dəqiq. Bəli, bildim. Okey, indi mən istəyirəm ki, bu cümləni parafraz eləyək. Parafraz essenin demək olar ki, onurğasıdır. Bax, bu cümləni necə parafraz eləyək ki, mənası eyni qalsın, amma fərqli quruluşda olsun.
Elə ki mən gətirirəm cümlənin axırın əvvəlinə. Yazıram ki, baxın parafraz belə olur. It is helpful for language learners. Dil öyrənənlər üçün yaxşıdır. Ki, that hər gün danışığın praktika etmək. Practice their speaking every day. Baxın, essedə ən çox istifadə olunan şeylərdən biri parafrazdır. Yox, cümlənin mənasında nəsə bir dəyişiklik elədim. Yox, eyni mənaya gəlir, çıxır da, düzdür. Amma sadəcə nəyi dəyişdim? Quruluşunu dəyişdim, eyni mənada olan fərqli bir cümlə yazdım. Bura kimi hamıya okeydirmi? Bəli. İndi bizə başqa nə keçək? Gəlin indi bağlayıcılar keçək. Cümləni bağlayıcılarla necə qururuq? Bağlayıcılar dediyimiz anddir, because'dur, but'dır. Görək onlarla cümləni necə qururlar. Müəllim, İndi bir ona söz demək olar. əlbəttə ki. Nisbi əvəzlikdə hum da düşür belə, yoxsa? Hə, düşür, niyə düşmür? Prosta mən hələ ki sizə sadə versiyalarını göstərdim, ona görə huma toxunmadım. Bildim müəllim. Nisbi əvəzliyi keçəcəyik. Əvəzlikdən bir dənə o qalıb. Prosta ki üst-üstə qramma keçmək biraz sıxıcı gəlir. Biraz da yararlı bir şey keçək. Düzdür, onlar da yararlıdır. Prosta ki cümlə qurmaq daha önəmlidir. İndi gəlin bağlayıcılardan birinci ən sadəsindən başlayaq, yəni and-dən. And bilirik ki, və deməkdir və iki dənə cümləni, istənilən cümləni bir-birinə bağlaya bilərik. Təbii ki, arada bir məntiqi bağlılıq varsa. İndi gəlin and-dən bağlı bir dənə cümlə yazaq. Tutaq ki, deyirəm ki, mən ev tapşırığımı bitirdim və televizora baxdım. Mən bitirdim. Olacaq. I finished my homework. Nəyi bitirdim? Ev tapşırığımı bitirdim. Və televizora baxdım. Yadınızda saxlayın ki, uşaqlar, essedə durğu işarələrinə də baxırlar və bu qaydanı yadınızdan çıxartmırsınız ki, and-dən əvvəl həmişə vergül qoyulur. Həmişə and-dən əvvəl vergül qoyulur. Bizdə elə bir şey yoxdur. Bizdə deyirik ki, və zaten özü vergül əvəz edir. Ona görə and-lə vergülün, daha doğrusu və ilə vergül qoymuruq. Amma ingilislərdə vergül qoyub sonra və yazırlar. Və televizora baxdım. I watch TV. Bu oldu and. Gəlin bir dənə də cümlə yazaq. Tutaq ki, deyək ki, o supermarketə getdi keçmiş zamanda və biraz meyvə aldı. Yazaq ki, she went. O getdi. Qonu bilir ki, keçmişi went'dir. Hara getdi? Supermarketə. A deyəndə dedik ki, to işlənir. To the supermarket. Yenə and-dən əvvəl vergülümüzü qoyduq, and yazdıq və biraz meyvə aldı. And she bought. Bayın keçmişi bought. Nəyi aldı? Biraz meyvəni. Some fruit. Bir şey yox. Bu da oldu and-la bağlı ikinci cümləmiz. Sonra and-dən sonra baxaq but bağlayıcısına. But nə deməkdir uşaqlar? Amma lakin. But da lakindir. But'ın həmişə cümlələrinin arasında ziddiyyət olur uşaqlar. Necə ziddiyyət? Bax, tutaq ki, yazıram ki, he is tired. O yorğundur. Nöqtələr qoyuram. İkinci tərəfə də yazıram ki, he continues working. İşləməyə davam edir. Görürsünüz, cümlələr arasında nə var? Ziddiyyət var. Yorğundur, işləməyə davam edir. Deməli, bu ortada nə çatmır? But. But he continues working. Və but-dan əvvəl vergül olur. Həmişə but-dan əvvəl vergül olacaq. Və yaxud da bir dənə də cümlə yazıram. Tutaq ki, deyirəm ki, mən çölə getmək istəyirdim. İstəyirdim mən. I wanted. Nəyi istəyirdim? Çölə getmək. To go out. Ortada nöqtələr qoyuram. Yazıram ki, it was raining. Yağış yağırdı.
Cümlələr arasında yenə ziddiyyət oldu. Çölə getmək istəyirəm, yağış yağır. Deməli, bu ortada nə çatmır? Batımız çatmır. Vergül yazıram, yazıram but. But it was raining. Bir də ki, uşaqlar, but'ı however-la da əvəz eləyə bilərik. Bir dənə də however sözümüz var. Bu da lakin, bir də bununla belə deməkdir. Lakin və bununla belə. Tutaq ki, deyirəm ki, mən partiyə getmək istəyirdim, lakin yorğun idim. Deyirəm ki, I wanted, mən istəyirdim nəyi? Partiyə getməyi. To go to the party. Ortada but da yaza bilərsiniz. Ortada however da yaza bilərsiniz. Təkrarlıq əgər etmək istəmirsinizsə. Lakin yorğun idim. I was tired. Всё, bu da oldu but'la however. But'la however'dan sonra gələk baxmayaraq ki sözlərimizə. Baxmayaraq ki də olacaq also. Ümumiyyətcə gəlin belə yazım. İngilis dilində 5 dənə baxmayaraq ki sözümüz var. Also'dur, sonra thought'dur, even though'dur, sonra in spite of'dur. Mən qeyd elədikcə siz də qeyd eləyin, çünki evə cümlələr verəcəm. Bir də despite'dır. Hansı ki, bunların 5-i də baxmayaraq ki deməkdir. Bəs yaxşı, bunlar arasındakı fərq nədir? Niyə bu 5 dənə sözün 5-i də baxmayaraq kidir? Fərqi odur ki, yoldaşlar, also'dan, zo'dan, even zo'dan sonra gələcək cümlə. In spite of'dan və despite'dan sonra gələcək ya söz, ya da söz birləşməsi. Ya söz, ya da birləşmə gələcək. İndi gəlin bunlara aid nümunələr yazaq. Bunlarda da həmişə cümlələr arasında ziddiyyət olur. Tutaq ki, bax, bir tərəfdə yazıram ki, she finished her homework. O ev tapşırığını tamamladı. Bu tərəfdə bir dənə də yazıram ki, she was tired. Yorğun idi. Deməli, bu ortada nə olacaq? Also, ya da zo və yaxud da even zo. Niyə? Çünki özündən sonra nə gəldi? Cümlə. Əgər cümlə gəlsə, bu 3 sənədən birini yazacağıq. Bunlara aid bir dənəsini də yazaq. Tutaq ki, zonu və yaxud da even zonu əvvəldə işlədək. Nöqtələr qoyuram. Yazıram ki, the exam, imtahan çətin idi. Was difficult. Sonra vergül qoyuram, bir dənə də cümlə yazıram ki, mən yaxşı qiymət aldım. I got a good score, tutaq ki. İmtahan çətindir, mən yaxşı qiymət almışam. Onda deməli nə olacaq? Baxmayaraq ki, imtahan çətin idi. Though the exam was difficult, I got a good score. Özündən sonra nə gəldi? Yenə cümlə gəldi. Cümlə gəldiyinə görə nə oldu? Though, also və yaxud da ki even so. İndi gəlin cümlə yox, birləşmə gəlsin. Görək birləşmə gələndə necə işlədəcəyik. İndi buradan birləşmə yazaq. Tutaq ki, baxın, nöqtələr qoyuram. Yazıram ki, the rain. Yağış. Sonra da yazıram ki, we went for a walk. Gəzintiyə getdik. Yağışa baxmayaraq gəzintiyə getdik. Necə olacaq? In spite of the rain, we went for a walk. In spite of dolar, despite dolar. İndi bir dənə də söz yox, birləşmə yazaq. Bax, söz gəldi. The rain sözdür. Bir dənə də cümlə yazaq. Nöqtələr qoyuram. Yazıram ki, being tired, yorğun olmaq. Sonra vergül qoyuram. Yazıram ki, he continued studying. Çalışmağa davam elədi. Yorğun olmağa baxmayaraq, despite being tired, he continued studying. Bu da oldu despite-dan in spite of. Yəni birləşmə və yaxud da söz gələndə. Sonra despite-dan in spite of-dan sonra, bu neçənci idi? 3. 4-cü. Yazıram because. Əslində bağlayıcı çox deyə mən sizə əsaslarını yazdıracağım. Because çünki. Buranı silək, because-la aid nümunə yazaq. Because-daki səbəbi bildirir də yoldaşlar. Hansısa bir əməliyin, hərəkətin səbəbini göstərmək üçün istifadə olunur. Yazaq ki, yazıram ki, evdə qaldım.
I stayed at home. Sonra nöqtələr qoyuram. Yazıram ki, xəstə idim. I was ill. Evdə qaldım. Çünki xəstə idim. Because I was ill. Burada heç bir durğu işarəsi olmur. Və yaxud da yazıram ki, Jane çox çalışırdı. Jane studies hard. Çox oxuyurdu. Sonra nöqtələr qoyuram. Yazıram ki, o istəyirdi ki, imtahandan keçsin. She wanted to pass the exam. To pass the exam. Jane çox çalışırdı, çünki imtahandan keçmək istəyirdi. Onda deməli bu ortada nəyim çatmır? Because'um çatmır. Hərəkətimin səbəbin göstərən bir şey çatmır. Olacaq because. Bir də ki, buradan sizə bir dənə də qeyd yazacağım. Hansı ki, because sinsə necə çevrilə bilər? Buradan yazıram qeyd. Because'un sinsə çevrilməsi, yəni paraphrase eləmək. Yazaq because since. Ümumiyyətcə yoldaşlar, biz sinsin bəri mənasını keçmişik. Demişdik keçən dəfə ki, mən Lalə müəlliməni iyundan bəri tanıyıram. Onda olur since June. Amma sinsin həm də çünki və görə mənası var. Buradan yazaq. Sinsin çünki və görə mənası da var. Mən bu mənada işlədəcəm indi. İndi birinci because-la yazaq, sonra sinsə çevirək. Deyirəm ki, mən səhərlər dərs oxumağı sevirəm. Yazıram ki, I like studying. Mən sevirəm çalışmağı. Nə vaxt? Səhərlər. In the morning. Niyə? Səbəbini də deyək. Çünki burada vergül olmamalıydı. Yazaq ki, çünki daha yaxşı konsantrə ola bilirəm. Onda necə olacaq? I can concentrate better. Bu oldu mənim səbəbim. Niyə səhərləri sevməyimin səbəbi. İndi mən bu cümləni istəyirəm ki, because-un dəyişim since-lə verim. Yadınızda saxlayın ki, since görə və çünki mənasında cümlənin əvvəlində işlədəcək. Since-i yazıram cümlənin əvvəlində. Amma cümləni elə ki, yenə ayağın başına gətirəcəyik. Deyirəm ki, since I can concentrate better. Bax, ikinci tərəfini yazıram. Since I can concentrate better in the morning. Birinci, ikinci tərəfini yazırıq. In the morning. Sonra da deyirəm ki, I like studying then. Burada ikinci dəfə in the morning-i təkrarlanmamaq üçün then yazıram. Yəni, onda çalışmağı sevirəm. Olacaq, I like studying then. Всё, bu da oldu cümlənin parafrazı. İstəyirsinizsə daha yaxşı oturmaq üçün bir dənə cümlə yazın. Because-un sinsə çevrilməsinə. Yazaq ki, mən avtobusa mindim. I take the bus. Niyə avtobusa mindim? Because, çünki taksidən daha ucuzdur tutaq ki. Daha ucuzdur deyəndə necə olacaq? It is cheaper. Və nəyinsə nədənsə üstünlüyün uşaqlar zənlə göstəririk. Bunu yəqin ki, bilirsiniz. Nədən daha ucuzdur? It is cheaper than taxi. İndi mən bu cümləni istəyirəm ki, since-lə əvəz edeyim. Dedik ki, since əvvəldə yazırıq. Since the bus is cheaper. The bus is cheaper than a taxi. Görünmür buradan. Gözləyim birazcık bunun üstündən yazın. Yazaq ki, since the bus is cheaper than a taxi. Avtobus taksidən ucuz olduğuna görə mən avtobusa mindim. I take the bus. Всё, burada because-umu çevirdim, elədim since. Bu qayda hamıya okeydir, because-un sinsə çevrilməsi. Bəli, Bildik, bəli. necə çeviririk. Okey. İndi bir dənə də qayda yazaq, bir dənə də bağlayıcı yazaq. Gəlin buradan yazaq da, bir də silmirəm. Buradan bir dənə də if yazıram. If, əgər. Şərt budaq cümləsini necə yaradırıq?
İndi bir dənə buna aid cümlə yazaq. Əslində ipi bağlayıcı kimi də keçmişdik. Bilərsiniz də onu. Deyək ki, əgər onun kifayət qədər vaxtı olsa, if olmaq, malik olmaq necə deyirdik həzlə? If she has kifayət qədər vaxtı, enough time. Əgər onun kifayət qədər vaxtı olsa, nə edəcək? O proyekti bitirəcək. She will finish the project. She will finish the project. Всё, bu da oldu bir dənə ifadə cümləmiz. Gəlin bir dənəsini də yazaq. Deyək ki, əgər mən erkən qalxsam, qalxmaq dedik necə olur? Wake up. If I wake up early, mən erkən qalxsam nə edəcəm? Tutaq ki, parka gedəcəm. I will go parka. To the park. Всё, bu da oldu ifin qaydası. Məncə bağlayıcılardan hələ ki bu qədər bəsdir. Sizi çox yükləmək istəmirəm. Bağlayıcılardan sonra bir-iki dənə qaydamız qaldı. Onlara da baxaq. Gəlin indi siz nəyə baxaq? Because-un while-a çevrilməyinə baxaq. Because-u yox, daha doğrusu but-la however-ı while-a necə çeviririk? ST-dən çox istifadə olunan şeylərdən biri də odur. Tutaq ki, yazıram ki, idman sağlam həyat üçün önəmlidir. Bu olsun birinci cümləmiz. Deyirəm ki, exercise önəmlidir olacaq is important. İdman önəmlidir. Nə üçün? Sağlam həyat üçün. Sağlam həyat üçün. Üçün birinci yazıram. For healthy life. Düzdürmü? Sonra mı yazıram ki, lakin, but-ın əvəzinə however də yaza bilərik. Bayaq qeyd elədik. But və yaxud da however, bəzi insanlar müntəzəm idman etmirlər. Necə deyək? Some people, bəzi insanlar etmirlər. Don't exercise regularly. Müntəzəm etmirlər. İndi uşaqlar, bunu buradakı but-ı və yaxud da however-ı çevirib eləyəcəm while. While-ı biz keçmişdik. Eğer ki sizə esse verirlər, deyirsən ki, bir tərəfdən insanlar müntəzəm idman edirlər, digər tərəfdən etmirlər. Mən o şəklə çevirirəm. Tutaq ki, yazıram ki, yenə while cümlənin əvvəlində gələcək. Hansı ki, bayaq since keçdimi, sizə since öyrətdim. While-dan oxşuyur. Deyirik ki, while bir tərəfdən bəzi insanlar müntəzəm idman etmirlər. Necə deyək? While, yenə ikinci tərəfi gətirdim birinciyə. Some people don't exercise regularly. Don't exercise regularly. Bir tərəfdən elə ki, bəzi insanlar müntəzəm exercise eləmirlər. Lakin, elə ki, bu while lakin kimi işlətdim ücə. Burada da yazıram ki, exercise is important for healthy life. Əslində çox asandır. Elə ki, cümlələrin yerini dəyişdim, cümlənin əvvəlində bir dənə while yazdım. Bu da oldu bir dənə parafraz qaydamız. Baxın, burada yazdığım bu ikinci cümlə, bu birinci cümlənin nəyi oldu? Paraphrase oldu. Paraphrase bax budur. Eyni mənada olan başqa bir cümlə yazdım. Gəlin tam otursun deyə bir dənə də cümlə yazaq. Necə yazaq? Deyək ki, texnologiya tələbələr üçün əlverişlidir. Technology-dir. Necə yazırıq? Is. Technology is yararlıdır, əlverişlidir, useful. Kim üçün? Tələbələr üçün. For students. Sonra da yazaq ki, but, lakin, bəzi insanlar deyir ki, onun negativ tərəfləri də var. But some people say that it has negativ effektləri var. It has effekt yazdım birbaşa. Negative effects.
İndi yenə mən istəyirəm ki, bu cümləni parafraz eləyim. Amma while-la eləyim. Necə olacaq? Gəlin parafraz eləyək. Dedik ki, birinci while yazırıq. While-dan sonra cümlənin ikinci tərəfini yazıram birinci. Deyirəm ki, while some people say that technology has negative effects. Has. Elə ki, burada birbaşa it yaza bilmərəm axı, çünki bilmirəm də söhbət nədən gedir. Ona görə technology-ni yazmalısınız. Technology has negative effects. It is useful for students. Amma uşaqlar üçün əlverişlidir. It is useful for students. Bu da oldu bir dənə parafrazımız. Okeydir mi bu da hamıya? Bəli. Bəli, mən. Tamam. Görüm evə tərcümə verəndə eləyə biləcəksiniz. Əsas üstünə tətbiq eləməkdir. Əslində praktik eləsəz problemimiz qalmayacaq. Bu qaydaları yadınızda saxlasaz, sentyabrda o biri tələbələrdən bir 5-0 qabaqda olacaqsınız. Çünki sentyabrda belə rahat vaxt olmur da, çox cümlə tərcüməsinin dərinliyinə getməyə. Amma onsuz yaydı deyə sizə çox dərinliyinə gedirəm. Bir dənə də qayda Dərslər ayın yazaq. neçəsi başlayacaq? Ayın 15-dən sonra, sentyabrın 15-dən sonra. 17-si, 18-i, 19-u ya da. Deməli, bir dənə də qayda yazırıq, hansı ki, mən istəyirəm ki, cümləm prepositionla başlasın, söz önü ilə başlasın. Onu necə yazırıq? Deyirəm ki, müəllimlərin köməyi ilə, necə deyəcəm? Müəllimlərin köməyi ilə. With the help of teachers. Cümləyə nə ilə başladım? Prepositionla. With oldu mənim prepositionum. İlə yəni. With the help of teachers, müəllimlərin köməyi ilə nə edirlər? Uşaqlar daha effektiv öyrənirlər. Tələbələr daha effektiv öyrənirlər. Mübtədam, students, öyrənirlər. Learn, daha effektiv, more effectively. Bu da oldu prepositionla başlayan cümləm. Bir dənəsini də yazaq. Yazaq ki, necə quraq cümləni? Online resurslardan istifadə etməklə yazıram ki, by using online resources. Yenə cümləm nə ilə başladı? Prepositionla. Nə edirlər? Tələbələr yeni sözlər öyrənə bilirlər. Students can learn new words. Yeni sözlər öyrənirlər. Bu da prepositionla başlayan digər cümləm oldu. Bir dənə də qayda yazaq, az qaldı. Əgər üzə sıxıldısa, az qaldı. Amma sıxıcı deyil, yəni cümlə quruluşu çox maraqlıdır məncə. Bir dənə də qaydamız var, hansı ki, oflu feillər var. Afraid of, nə bilim, think of, dream of. Feil, of, üstəgəl V1 plus ing qaydası. Nə deməkdir? Tutaq ki, feilim dream of'dur. Nəyinsə arzusunda olmaq. Deyirəm ki, o uğurlu həkim olmağı arzuluyur. Bax, bura nə yazmışam? Of, üstəgəl B1 ing. She dreams of. Bu oldu mənim xəbərim. She dreams of uğurlu həkim olmağı. Olmaq nədir uşaqlar? Become. Amma ardına nə artıracam? ing. Becoming a successful doctor. B1 ing qaydası da budur. Gəlin birini də yazaq. Deyək ki, o səhv eləməkdən qorxur, səhvlər eləməkdən qorxur. Feilim nədir? Afraid of. Deyirəm ki, o qorxur. He is afraid of. Daha doğrusu to be afraid of'dur. Buradan yazım. To be afraid of. Deyərsiniz ki, ora niyə iz gəldi? He is afraid of səhv etmək. Making, ing-li feilim, səhvlər etmək. Mistakes. Bu da oldu bir dənə qaydamız. Bir dənə də qayda yazaq. Deyərsiniz ki, da qayda qurtarmadı. Amma yazaq. Sizin xeyrinizədir.
Bunu da yazıram, qurtarır. Narahat olmayın. Feil gəlir. Özündən sonra canlı və yaxud da əşya gələ bilər. Sonra da gələcək sifət. Belə olanda hansısa məqsəd ilə deməkdir. Məqsəd ilə. İndi cümlənin üstündə göstərirəm. Deyirəm ki, mən ingilis kitabları oxuyuram, lüğətimi inkişaf etdirmək məqsədi ilə. Necə deyəcəm? Mən ingilis kitabları oxuyuram. Mən oxuyuram. I read. Nəyi? İngiliscə kitabları. English books. Nə məqsədlə oxuyuram? To improve. Nəyimi inkişaf etdirmək? Lüğətimi. My vocabulary. Bu da oldu məqsədlə. Hansısa məqsədlə. Və yaxud da deyirəm ki, o yeni sözlər öyrənir. Səlis danışmaq məqsədi ilə. Necə deyəcəm? O yeni sözlər öyrənir. O öyrənir. He learns new words. Yeni sözlər öyrənir. Nə məqsədlə? Səlis danışmaq məqsədi ilə. To speak fluently. Səlis danışmaq məqsədi ilə. Bu da oldu ikinci cümləmiz. Başqa nə cümləsi yazacaqdım sizə? Bir də ki, bayaqlarım nisbə vəzlik yazdığı ki, özündən sonra who gəlir canlı olanda, can sonunda which gəlir, amma gəlməyə də bilər. Gəlməyə də bilər hansıdır? Tutaq ki, deyirəm ki, şəhərdə yaşayan insanlar adətən daha məşğul olurlar. Mən necə deyim ki, şəhərdə yaşayan insanlar, bu feili sifətdir, feili sifət tərkibidir. Necə deyə bilərəm? İnsanlar, əhali, people. Biz bayaq yazırdıq ki, who live, tutaq ki, in big cities. Amma mən indi belə yazacağım. People living in big cities. Who zat yazmıram. People living in big cities. Bu oldu people'ın təyin edicisi bura kimi. Nə dedik bayaq? Adətən daha məşğuldular. Are, adətən, usually, daha məşğul. Məşğulun ikinci dərəcəsi busy'yə. Pişiyorum. Bir dənəsində yazaq. Universitetdə oxuyan tələbələr necə yazaq? Birinci yazıram students. Bayaqki qayda ilə deyirdik ki, students who study at the university. Mən indi deyirəm ki, students studying at university. Birbaşa yazıram. Students studying at university. Bu oldu students'in təyin edicisi. Belə mötərizəyə alıram ki, biləsiniz. Daha çox imkanlar olur, tutaq ki, universitetdə oxuyan tələbələr daha çox imkanlara malikdirlər. Malik olmaq nə idi? Have. Daha çox imkanlar, more opportunities. Bu da oldu digər cümləmiz. Məncə hamısını keçdik. Bir daha yadıma salım, başqa qaydamız qalmadı. Yox, qalmadı. Bura kimi cümlə quruluşunun qaydası hamıya aydındırmı? Problem olan qaldı. Axırıncını tam başa düşmədim. Hansın indi dediyimi? Bəli, orada who ilə yazsaq olmaz ki. Niyə olmur ki, olar? Prosta ki, mən deyirəm ki, who-suz eləmək istəyirəm. Bax, gəl indi onu who ilə yazaq. Birinci cümləni. Yazıram ki, böyük şəhərlərdə yaşayan insanlar. Bayaq necə deyirdik? People, insanlar, kim ki böyük şəhərdə yaşayır. Who live in big cities. Belə də yaza bilərsən. Prosta mən təkrarlıq olmasın deyə, yəni bu qaydanı da biləs deyə yazdım. Və yaxud da ing kimi yaza bilərsən. İkincini yazmaq istəsən, deyirəm ki, tələbələr, students, kim ki universitetdə təhsil alır, necə olacaq? Who study at the university. Yəni iki cür ola bilər. Sadəcə olaraq bu versiyasını bilin deyə yazdım. Aydındır. Okeydir. Bəli. Tamam. Başqa sual olan varmı bundan bağlı? Yoxdursa bir dənə bu rekordu dayandırım. Çünki başqa tələbələrə də göndərəcəm.